Fussilet surəsi 30-31-ci ayədə İnnellezîne qâlû rabbunallâhu thumme istaqâmû tetenezzelu aleyhimul melâiketu ellâ tehâfû ve lâ tehzenû. O kəslər ki, Rəbbimiz Allah'tır dedilər. Sonra doğru yol tutdular. Rəbbimiz Allah'tır dedikdən sonra doğru yolu tutdular. Tetenezzelu aleyhimul melâike. Ölüm anında mələklər nazil olar və deyərlər ki, əllə təxafu, qorxmayın. Və lə təhsənu, kədərlənməyin. Yəni, dünyada qoyub getdiyinizə görə kədərlənməyin və qarşıda sizi gözləyən, qəbirdə olanlara görə də qorxmayın. Və əbşiru bil cənnəti illəti kuntum tu'adun. Və sizə vəd verilən cənnətlə sevinin. Nəhnu əvliyaukum fil həyati dünya və fil axirə. Biz dünya həyatında da, ahirətdə də sizin dostlarınızdır. Əgər mələk insanı dost tutarsa, yaranmışlar içərisində ən nəsihət edən, ən xeyirlisi, ən faydalısı onu dost tutmuş olur insanı və onu sabit edər və ona öyrədər və ona güc verər. Və həmçinin Allah Teala ona yardım göndərər. İz yuhi rabbuke iləl mələikəti ənni ma'akum fəthəbbitullezine əmənu. O vaxt ki, sənin Rəbbin mələklərə vəhy etdi, dedi ki, mən sizinlə bərabərəm, iman gətirənləri sabit edin, möhkəmləndirin. Və ölüm anında mələk deyər ki, qorxma, kədərlənmə. Səni sevindirəcək bir işlə sevin, müjdələn. Və həmçinin sabit bir sözlə onu sabit edər. Hansı ki, dünyada ən böyük ehtiyac olduğu anda, ölüm anında. Və həmçinin sorğu-sual zamanı qəbirdə. Və insan üçün mələyin ona yoldaş olmasından daha faydalı bir şey yoxdur. Mələk həm oyaq ikən, yatdığı zaman, həyatında, ölüm anında, qəbrində onun yoldaşıdır. O vəhşət zamanı, sıxıntı zamanı ona ünsiyyət verir. Təklikdə onun yoldaşıdır və gizlində onunla danışandır. Və düşməninə qarşı ona yardım edir. Onun düşməni ilə, insanın düşməni ilə vuruşur.